Deməli, bugünkü dərsimiz Azərbaycan torpaqlarının azad edilməsi. Bildiyimiz kimi, gəlin Azərbaycan torpaqları Rusiya və Osmanlı tərəfindən tutulmasını başdan gedək. Məsələn, Dərbəndi Rəşid Rusiya nə vaxt tutdu? 22-də. Bakı Salyan neçənci ildə ələ keçirdi? 23-cü ildə. Bəs yaxşı, Osmanlı nə vaxtı? Təbriz, Gəncə, Ərdəbilə keçirdi 25-ci ildə. Bir də bunu yadınızda saxlayın. 24-cü də Salyanda Rusiya hakimiyyətinə qarşı üsyan baş vermişdi. 27-ci də Qarabağda Osmanlı hakimiyyətinə qarşı üsyan baş vermişdi. Salyanda olana Fatimə xanım başçılıq edirdi. Dul qadın Fatimə xanım. İndi gəldik öz dərsimizə Azərbaycan torpaqlarının azad edilməsi. 20-ci əsrin sonlarında Azərbaycanda siyasi vəziyyət belə idi ki, ölkənin Azərbaycan şərqi əfqanların, Xəzəryan milləti Rusiyanın, digər ərazilər isə Osmanlının işğalı altındaydı. Səbəblər artıq var olması digər dövlətlərə bir təhlükə idi. 26-cı ildə Nadir xan 2-ci Təhmasibin yanında sipah salar, yəni qoşun başçısı təyin olunur. Nadir xan özü Əfşar tayfasından idi. Vaxtilə Nadir xan 1-ci Abbasın Əfşar tayfalarının özbəklərin hücumuna qarşısını almaq üçün bunu Nağarmışlı Xorasan sərhədlərinə göndərmişdi. Kimləri? Əfşar tayfalarına. Nadir xan başlayır artıq yürüşlərə. İlk öncə İsfahanı, Xorasanı və bütün şimal-şərqi İranı azad edir. İlk öncə haraları tutur? İsfahan, Xorasanı. Əfqanları qovur və Heradı tutur. Nadir xanın nüfuzunu artıran hadisə əfqanları qovması və Heradı tutması. Buna diqqət edin. Əfqanları qovması və Heradı tutması Nadir xanın nüfuzunu artırır. Sonra Səfəvi dövlətinin qarşısında bundan sonra hansı vəzifə dayanır? Azərbaycanın torpaqlarını Osmanlıdan geri almaq. Baxın, deməli İsfahan, Nadir xan İsfahanı ələ keçirdi. Nə vaxt sipah salar, yəni qoşun başçısı təyin oldu? 26-cı ildə. Deməli, bunu kim təyin eləmişdi? 2-ci Təhmasib təyin eləmişdi. İsfahanı, Xorasanı, şimal-şərqi İranı azad edir. Əfqanları qovur və Heradı tutur. Əfqanları qovması və Heradı tutması Nadir xanın qüdrətini artırır. Deməli, Nadir xan qüdrətini artıran hadisə hansı oldu? Əfqanları qovması və Heratı ələ keçirməsi olur. Bundan sonra qarşısındakı hansı vəzifə dayanır? Qarşısındakı vəzifə oydu ki, Azərbaycan torpaqlarını Osmanlıdan geri alsın. Gəldi. Nadir xan Osmanlı dövlətinə qarşı hərbi əməliyyatlara neçənci ildə başlayır? 1730-cu ildə. Başladı hərbi əməliyyatlara. Hansı əraziləri keçirdi? Həmədan və Kirmanşahı. Sonra Təbrizi. Yadınıza saxlayın, Osmanlı ordusunun Azərbaycanda dayaq məntəqəsi haradır? Təbriz. Ardınca Ərdəbili azad edir. Hansı ərazini itki vermədən azad edir? Ərdəbili. Nə vaxt tutmuşdu ki Osmanlı Təbrizi, Gəncə, Ərdəbili? 25-də. Deməli, bir də deyirik, həmədən Kirmanşahı nə vaxt ələ keçirir? 30-cu ildə. Osmanlının əsas ordusunun dayaq mərkəzi haraydı? Təbriz. Sonra itki vermədən hansı ərazini azad edir? Ərdəbili. Lakin Xorasanda Nadir xana qarşı üsyan baş verir. Xorasanda Şaha qarşı üsyan baş verir deyə Nadir Osmanlı ilə müharibəni dayandırıb Nağarı Xorasana gedir. Sonra 2-ci Təhmasib artıq düzdür, qoşun başçısı Nadiri özü təyin eləmişdi. Sadəcə olaraq sonradan görülür ki, Nadirin nüfuzu artır. Buna görə də başlayır Osmanlı'la bu müharibə aparmağa. Güya ki, qalib gələcəkdi, bunun nüfuzu qalxacaqdı. Amma elə olmur. İrəvan və Həmədan döyüşləri 1731-ci ildə İrəvan və Həmədan döyüşlərində ağır məğlubiyyət uğradı. Amma yazıq Nadir Həmədanı azad eləmişdi. Bu da nə qarır? Bu hansı ki Nadirin azad elədiyi yerlər var, uduzur. Hamısı təzdən bir də Osmanlıya gedir. Hansı ərazilər? Həmədan idi, Kirmanşah idi, Urmiya, Təbriz, Ərdəbil idi. Amma halbuki Nadir yazıq döyüşmüşdü, bu əraziləri geri almışdı. Və 1732-ci ildə yanvarın 16-sında 2-ci Təhmasib Osmanlılara Kirmanşah sülhünü imzalayır. Hansı sülh oldu? Kirmanşah sülhü. 32-ci ilin yanvarın 16-sında. Gəlin nəzərdən keçirək. 1723 Peterburq, 1724 İstanbul, 32 ində hansını bildik? Kirmanşah sülh müqaviləsi. Kirmanşah sülhünün şərtləri. Araz çayından, baxın, tutaq ki Araz çayıdır. Şimaldakı ərazilər qalır Osmanlıya. Osmanlılar Həmədan, Kirmanşah, Ərdəbil və Təbrizi, baxın bu əraziləri, yenidən qaytarır Səfəvlərə. Araz çayı sərhəd oldu. Deməli, Kirmanşah kimlə arasında imzalanıbdı? Səfəvlərlə Osmanlılar arasında imzalanıbdı. Araz çayının şimaldakı ərazilər kimə verilir? Osmanlıya verilir. O hansı ki Osmanlı ilə keçirmişdi, Həmədan, Kirmanşah, Təbriz, Urmiya, Ərdəbil. Bunlar nə olur? Bunlar da Səfəv dövlətinə geri qaytarır. Deyir, bunları sahib verirəm, amma Arazdan şimaldakı bütün ərazilər mənə verəsən.
Nadir 1730-cu ildə Osmanlı ərazisində bildi ki, qələbə qazanır. Bundan sonra Ruslara müraciət etdi, gətirin Xəzəryan bölgələri geri qaytarın. Həmin vaxtlarda Rusiya ilə Səfəvi dövləti arasında Osmanlıya qarşı birgə hərbi əməliyyatlar aparılması barədə danışıqlar gedirdi. Və 1732-ci ildə 8 maddədən ibarət Rusiya ilə Səfəvi arasında rəş müqaviləsi imzalanır. Deməli, Rusiya ilə Osmanlı ilə Səfəvi Kirmanşahı imzalayıbdı yanvarın 16-sında. Rusiya ilə Səfəvi rəşdi imzalayıbdı yanvarın 21-də. 8 maddədən ibarət olan hansı idi? Rəşd müqaviləsi idi. Bu müqavilə nə deyir? Rusiya deyir ki, mən Kürdən, baxın, Araz söhbəti varsa Kirmanşahda, amma Kür varsa, Rusiya nə deyir? Deyir, Kürdən cənubdakı Xəzəryanı bölgələri, baxın, Kürdən cənubdakı Xəzəryanı bölgələri, deyir, Səfəvi sağ qaytarırım. Səfəvlərə də sərbəst gömrüksüz ticarət etməyə imkan verir. Gəlin yadımıza salaq. Nə vaxt idi Səfəvlərin Rusiya arası gömrüksüz ticarət hüququ haqqında müqavilə? 1667-də. Həmin vaxtda kim idi Səfəv hökmdarı? Şah Sultan Süleyman idi. Səfəvi dövləti də nə deyir? Deyir, mən sənin əbədi dost olacağam Rusiya ilə. Dedi, Osmanlılarıma Xəzər sahili vilayətləri buraxmayacağam. Dedi ki, həmçinin Rus tacirlər gömrüksüz gəlib buradan keçib Hindistana gedə bilərlər. İndi gəlin müqavilələri bir də nəzərdən keçirək. Peterburq 23, İstanbul 24, Kirmanşah 32. Kirmanşah kimlə kimin arasında imzaladı? Səfəvi Osmanlı arasında imzaladı. Rəşd müqaviləsi yenə 32, amma yanvarın 21-də. Rəşd kimlə kimin arasında imzaladı? Səfəvi Rusiya arasında imzaladı. Kür çay söhbəti hansında var? Rəşdə. Araz çayı hansında var? Kirmanşahda. Bunu yəqin ki anladınız. Sonra Kirmanşah sülhünə kim etiraz edir? Çünki Kirmanşaha 2-ci Təhmasib imzalanmışdı da. Nadir xanın getməsinə istifadə edib. Nadir də deyir ki, mən bu Kirmanşah sülhünü tanımıram. Bəs yaxşı, 2-ci Təhmasib hansı sülhü tanımamışdı desək, 23-də Peterburq sülhünü tanımamışdı. Deməli, Nadir xan 32-ci ildə geniş toplantı təşkil edir və nə qarır? 2-ci Təhmasib taxtdan salır qəşəkcə 32-ci ildə və 32-36-cı illərdə 3-cü Abbası taxta çıxarır. Və Nadir xan hansı hadisə ilə dövlətin tam sahibi olur? Yəni, tam səlahiyyətdə hakim olur. 3-cü Abbasın taxta gəlməsindən 32-dən düz 36-ya qədər faktiki olaraq hakimiyyəti əlinə almış olur. Və Kirmanşahı kim ləğv edir? Baxın, bu müqaviləni Nadir ləğv edir. Və Osmanlı deyir ki, 23-dən bəri hansı ki torpaqlarımızı tutubsan, onların hamısını geri qaytar. Amma bu da Osmanlı tərəfindən narazılığa səbəb olur. Sonra Nadir yenə başlayır. Hansı ki dedimi Nadir tutmuşdu, Təhmasib əlindən itirir. Nadir bir də başladı. 32-ci ildə yenə həmədən Kirmanşahı azad elədi. Hansı ki 30-cu ildə azad eləmişdi. Sonra 2-ci Təhmasib bitirmişdi. Nadir bir də onu azad edir 32-ci ildə. Və 33-cü ildə Bağdad ətrafında döyüş olur. Həmin vaxtda Bağdad hakimi Əhməd Paşa idi. Bağdad sülhünü imzalayırlar. Bağdad sülhünün şərhi nə idi? 10 il ərzində Osmanlı hansı dövlətlər, hansı yerləri işğal eləmişdi? Həmin torpaqları Səfəvlərə qaytarmalı idi. Lakin, yadınıza saxlayın, Sultan Bağdad sülhünü təsdiq eləmir. Aha. Deməli, təsdiq eləməyənlərə gəlin baxaq. Peterburq sülhünü kim təsdiq eləmədi dedik? 2-ci Təhmasib. Kim imzalamışdı ki? Səfəvinin elçisi olan İsmail öz başına imzalamışdı. Bəs Kirmanşahı kim təsdiq eləmədi? Nadir. Niyə təsdiq eləmədi? Nadir ölkədə yox idi. 2-ci Təhmasib ki, öz nüfuzunu qaldırdı, cəmaatın gözünə girir deyə müharibə elan elədi. O da uduzlu Kirmanşah sülhünü imzaladı. Nadir dedi ki, mən ölkədə olmamışam. Yəni, mən bunu təsdiq eləmirəm. Bağdad sülhünü kim imzalanır? Osmanlı Sultanı Bağdad sülhünü imzalanır. Sonra Nadir xan Surxay xanın hakimiyyəti Şirvanda son qoyur. Və nə qarır? 34-cü ildə hansı ərazini azad edir? Şamaxını azad edir. Niyə Nadir Şamaxını tutdu? Şəhəri dağıtdı, əhalisini isə Ağsuya köçürdü. Çünki Osmanlılara Şamaxı əhalisi Səfəvi Osmanlı müharibəsinə kömək eləmişdi. Baxın, burada da bayaq dediklərimi veribdi. Peterburqu kim təsdiq eləmədi? 2-ci Təhmasib. Bağdad sülhünü kim təsdiq eləmədi? Osmanlı Sultanı. Kirmanşah kim tanındı? Nadir xan tanınır. Bunu başa düşdük. Şamaxını nə vaxt azad edir? Dedik 34-də. Bəs Gəncəni Nadir nə vaxt azad edir? Yenə 34-də. Deməli, nə vaxt Osmanlılar Gəncəni tutmuşdu ki? Yəni, yanımıza salaq 25-də. Deməli, 1734-də 2 dənə yeri Nadir təzədən azad edir. Şamaxı və Gəncəni azad edir. 2 ay sonra Gəncə. Osmanlıların baş dayaq məntəqəsi haradır? Gəncə. Bir də deyirəm, Osmanlıların deməli baş dayaq məntəqəsi hara olubdur? Gəncə.
Sonra Gəncə müqaviləsi 35-də imzalanıbdır. Ruslar tamamilə Xəzəryanı vilayətləri tərk elədi. Terekdən cənubdakı Xəzəryanı torpaqlar keçdi Səfəvi dövlətinə. Səfəvi Rus tacirlərini Səfəvi ərazisinə sərbəst və gömrüksüz ticarət imtiyazlarını bir daha təsdiq elədi. Bir də nə vaxt idi? 1732-də. Deməli, bu gömrüksüz ticarət söhbəti hansı illərdə olub? 1667, 1732 və 1735 Ruslara gömrüksüz ticarət hüququ verilibdir. Bir də nə burada yadınıza saxlayın ki, Terekdən cənubdakı Xəzəryanı torpaqlar Səfəvi dövlətinə qaytarılır və Rus qoşunu Xəzəryanı vilayətləri tamamilə tərk eləyir. Nə vaxt tutulmağa başlanmışdı? 22-də. Nə vaxt tərk eləyir? 1735-də. Hansı müqavilə ilə? Gəncə müqaviləsindən. Gəldik. 1735-də Ruslarla mübarizəsini elədi, müqaviləni imzaladı, torpaqları geri qaytardı Nadir. Qaldı Osmanlılarla. 1735-ci ildə Üç-Kilsə döyüşü baş veribdi və bu döyüşdə Nadir xan tam qələbə qazanıbdı. Üç-Kilsə döyüşünün yerini deyə xəritədə göstər, İrəvan göstərəsiniz. Döyüşdən sonra Osmanlı sultanı əmr edir ki, artıq geri qayıdın və 35-in sonunda Osmanlı da Cənubi Qafqazdan çıxarılır və Nadir xan Səfəvi dövlətinin əvvəlki sərhədlərini bərpa eləmiş oldu. Deməli, 1735-də həm Rusu çıxardır, həm Osmanlını çıxardır. Rusu hansı müqavilə ilə çıxardır? Gəncə müqaviləsindən. Osmanlı hansı döyüşlə çıxardır? İrəvanda baş verən Üç-Kilsə döyüşü ilə. Burada paytaxtları dəyişməklərini yazıbdı. Bunları oxuyarsınız, yəni təkrarlayarsınız daha doğrusu. Burada da Səfəvi dövlətinə aid sülh müqavilələrini yazıbdı. Biz bu dəfə ən əsası, yəni bu obirisiləri onsuz bilirik. Yəni Rus, Osmanlı, Səfəvilərin iştirak edir. 23 Peterburq zöhdü Rusiya ilə Səfəvi arasında. İstanbul Rusiya Osmanlı arasında, Nabur Rusiya Osmanlı arasında, Kirmanşah Osmanlı ilə Səfəvi arasında. Kirmanşahda hansı Araz saydı, Rəşdə hansıdır Kürdü, bunu səhv salmayın. Bağdad Osmanlı Səfəvi arasında dedi ki 10 il torpaqlarını geri qaytar. Gəncə müqaviləsində Rusiya Səfəvi arasında, Gəncə müqaviləsindən artıq Ruslar Azərbaycanı tərk elədilər. Burada da güzəşt müqavilələrdir. Bayaq mən dedim bunları, ehtiyac yoxdur. 67-ci ildə Şah Sultan Süleymanın dövründə, 1717-ci ildə, sonra 1732-ci ildə, bir də 1735-ci ildə güzəştli müqavilələrdir.